İkinci Fəxri xiyabanında dəfn olunan, əslən Borçalı mahalının baş keçdiyini, Muğanlı kəndindən olan şanlı şəhidimiz Mixail Həmidovun anım günündə Borçalı Cəmiyyəti İctimai Birliyinin sədri Ramiz Həsənov və bir neçə cəmiyyət üzvü iştirak etdilər. Onlar cəmiyyət adından şəhidimizin anası Nüsrət Hanıya üzərində şəhidimizin rəsmi həkk olunan xalçanı hədiyyə verdilər. Təsəlli verici bir şey var bu onun günündə ki, qanları yerdə qaldı. Səs bir sabah güzel qanlar qaçırdı. Kanatlarımız İlham Əliyev çatırlarına rəhbərliyi ilə olduğumuz şəhidlərimizin qanı yerdə qaldı. Arxulamasına biz qanımızı aldık, Borçalıda haykımızı aldık. Yani kan yerdə qaldı. Zeytinan sonra çekiyor. Sentyabrın 27'sinde yeniden hərbiyyət hükümətə, hükümətdən Deməli Qarabağ bölgəsinə müharibəyə burada elə bugün Oktyabrın 23'sində şəhidlik zirvəsini yüksəlir. Mənə elə gəlir ki, insanın həyatında en büyük zirvə ilə şəhidlik Qızılda, Qızılın azadlığı uğrunda bir olsa da şahit olup Azərbaycan Respublikasının prezidentinin sərəncamıyla vətən uğrunda və eyni zamanda Qızılın uğrunda olan müdafiələrlə tərtib olunur. Çok sağ olun. Minnettarım. Cəmiyyət olarak sizlərə minnettarım. Görürsünüz. Allah var eləsin sizi. Ne yaxşı sizler varsınız. Bizim şəhidlərimizi unutmursunuz. Bir daha minnettarım sizlərə. Sağ olun. Qurban olum sən baş qoyan torpağa, yaralarım mənim yaram şəhidim. Qurban olum sarıldığım bayrağa, varlığınla biz də varıq şəhidim. Şəhadətin mübarəkdir deyirik, sən ölmədin yaşayırsan bilirik. Səndən ötürü gündə 100 yol ölürük, hey yanırıq buram buram şəhidim. Bir şəhidin min anası olarmış, gecə gündüz balam deyib yanarmış, həsrətini qələbədən alarmış, istehkamım uca qalan şəhidim. Həsrətindən yarın qara geyəndə, səni gəzib balan ata deyəndə, subaysansa çalınan toy düyündə, söz tapmıram, dili lalam şəhidim.